Ağalarov Development şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma Sibrizdə istismara verilmiş Park Residence 2 layihəsini təqdim etdi. Abadlıq işlərinə xüsusi diqqət yetirilib. 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb. Daimi yaşayış və yüksək səviyyəli istirahət infrastrukturunu özündə birləşdirən Sibriz gələcəyin şəhəri kimi inamla inkişaf eləyir. Sahə üzrə ekspertlərin fikrincə bu çox sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir. Bu unikal memarlıq quruluşu sayəsində Sibriz qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. Sibrizdə həyata keçirilən layihələr həm də mühüm sosial rol oynayır. Yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Qeyd eləyək ki, 2024-cü ilin yekunlarına görə Sibriz ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergi ödəyiciləri sırasında yer alıb.